Bismillah. Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bax, gördüyünüz baymaq kombisində təzyiq problemi var idi. Bak dəyişilir. Bakın vəziyyətinə baxın. Baka hava vurdum. Elə zənn elədim ki, bakda artıq su qurtardı, yəni hava doldu. Ancaq membran deşilib, yəni su keçib hava hissəsinə. Təzyiq məsələn radiator qoşanda qalxırdı öz-özünə 3-ə 4-ə qalxırdı, altından su buraxdı. Baxın, bakı dəyişirəm. Dəyişmədən öncə, yəni yüngül olsun deyə suyu boşaldıram. Baxın. Suyun vəziyyətini görürsünüz. Bak, yəni raşiritli bak, hava tankı, hər cür adı verilir. Genişlənmə çəni, hər cür adı var bunun. Yəni bu işlək vəziyyətdə olmalıdır ki, sizin radiatorları qoşanda, yəni genişlənmə çəni nəyə xidmət edir kombidə? Belə hamımız bildiyi kimi bu əksər hallarda radiatorların boruları plasmasdan olur. Radiator qızanda borular genişlənir. Məsələn, bütün borular genişlənəndə genişlənmə çəni onu kompensirovat edir. Yəni ki, genişlənmə çəni qoymur ki, təzyiq qalxsın və ya düşsün. Manometrdə təzyiq qalxsın və ya düşsün. Bu kombidə çox önəmli bir şeydir və işləməyi vacibdir. Sizin də bu kimi probleminiz varsa, əlaqə saxlayıb usta xidmətinizdən yararlana bilərsiniz. Diqqətinizə görə sağ olun.